Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Mehmet Nəşriyyatından ədəbiyyat test toplusundan İmadəddin Nəsimi mövzusu ilə bağlı olan testləri bir yerdə işləyəcəyik. İzaha keçməzdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək izahımıza. Birinci sual deyir, verilən beytlərlə bağlı Eyler-Venn diaqramındakı uyğun fikri müəyyən edin. 1, 2, 3. Deyəm 3 dənə fikirdir. 3 dənə fikrin verilən nümunələrə aid olduğunu yoxlayırıq. Deyir, zərrə mənəm, günəş mənəm, çar ilə 5, 6 mənəm, surəti gör bəyan ilə, çünki bəyanə sığmazam. Sığmazam qəzəlindəndir. Deyir ki, bir nicari əmbərin xəttir könüllülər almağa göstərər hərdən niqabi qeybdən rüxsar söz. Bu da Füzulinin söz qəzəlindən nümunədir. Hər ikisi qəzəldən bir nümunədir. Baxaq, deməli, Rəməl bəhrində yazılmışdır. Bunu birinci nümunəyə, yəni Sığmazam qəzəlinə aid eləyibdir. Səhvdir. Çünki Sığmazam qəzəli Rəməl yox, Rəcəz bəhrində yazılıbdır. Birinci fikir səhvdir. İkinci fikir ortaq veribdir. Qəzəlin orta beytidir. Qəzəlin orta beytidir. Bəli, 100% orta beytdir. Çünki qafiyələnməsinə əsasən, həmçinin də müəllifin adı olmamağına əsasən bunun orta beyt olduğunu deyə bilərik. Üçüncü fikir isə Rəcəz bəhrindədir. Bunu da aid eləyibdir söz qəzəlinə. Söz qəzəli Rəcəz yox, Rəməl bəhrindədir. Yalnız 2, yəni B variantı. İkinci sualda Sığmazam qəzəlinin əsasən klasteri tamamlayacaq fikirləri müəyyən edik. Deməli ki, Sığmazam qəzəlində lirik qəhrəman, yəni müəllifin özü özünü məkansız gövhər adlandırır. Bəli, doğru fikirdir. Yəni mən doğru fikirləri axtarıram. Deyir, özünə sığan iki cahandan yalnız birinə sığdığını bildirir. Təbii ki, səhvdir ki, mən heç bir cahana sığmıram. Səhvdir. Özünü günəş və ay adlandırır. Deyir ki, şəms mənəm, qəmər mənəm, şəhd ilə həm şəkər mənəm. Bəli, doğrudur. Özünü hər kəsə bəlli olan xəzinə adlandırır. Xeyr, gizli xəzinə mənəm deyir. Zənnə və gümana sığmadığını bəyan edir. Bəli, zənnə və gümana sığmaram deyir. 2, 4, C variantı. Daha sonra üçüncü sualda deyir ki, Nəsiminin yaradıcılığı ilə bağlı verilən cədvəldən uyğun fikirləri seçin. Təriqət şeirləri və dünyəvi şeirləri ilə bağlı uyğun fikirləri axtarırıq. Deməli, bir, bu şeirlərində, təriqət şeirlərində insan həm ilahi, həm də bəşəri keyfiyyətlərə malikdir. Bəli, doğrudur. Həm insan, həm də ki, Allaha qovuşmağa çalışan bir varlıq olaraq qiymətləndirilir. Doğrudur. Bu şeirlərində insan müqəddəsləşdirilir və alçaldılır. İnsan müqəddəsləşdirilir, Allaha o çatdırılır. Amma alçaldılır, bu doğru deyil. İnsan müqəddəsləşməlidir. Bu fikir daha uyğundur. Dünyəvi şeirlərində deyir ki, bu şeirlərində təsvir olunan gözəl gerçək və həyatidir. Bəli, dünyəvi şeirlərində real gözəl təsviri var. Yəni düşünə bilərsiniz ki, Nəsimi hüruf şeirlər yazıb, amma şairin real məhəbbət, real dünya ilə bağlı olan şeirləri də var. Deməli, gerçək, bəli, doğrudur. Dünyəvi şeirlərində gerçəkdir. İctimai fəlsəfi məzmunlu şeirlər bu mövzu qrupuna aid edilsə də, bu şeirlərdə daha çox hürufilik təbliğ edilibdir. Hürufilik sırf təriqət şeirləri ilə bağlı olan bir detal olduğu üçün bu fikir də səhvdir. 1-3 cavab E variantı. Daha sonra dördüncü sualda nə istəyirdir ki, müəllim şagirdinə tapşırır ki, Nəsiminin verilən janrlarda əsərlərinə nümunə tapsınlar. Şagirdlər hansı janrlara aid nümunə tapa bilməyəcəklər. Yəni nə deyir ki, Nəsimi bunlardan hansını yazmayıbdır. Deməli, tuyuq var, bəli, Nəsimidə tuyuq var, müstəzadda yazıbdır, poema yazmayıbdır, qəsidə, Nəsiminin qəsidələri var, qoşması yoxdur. Bu sadəcə əzbər olan bir detaldır. 3-5 cavab C variantı. 5-ci sual verilən cümləni necə tamamlasaq alınan fikir doğru olar. Deməli, söz şeirində olduğu kimi Sığmazam şeirində də şairin Zahidin fitvası ilə soyulması əks olunubdur. Bu sözdə də yoxdur, Sığmazamda da yoxdur. Mətləb beytində, yəni ilk beytində şairin təxəllüsü verilib, xeyr, son beytdədir bu. Bütün misralarda rədifdən istifadə olunub. Bütün beytlərdə desə hə, amma bütün misralarda istifadə olunmayıbdır. Daha sonra D variantı, 3-cü beytin son misrası ilə 4-cü beytin ilk misrası həmqafiyə deyil, bəli, doğrudur. Niyə? Çünki bu qəzəldir. Qəzəlin hər hansı bir beytinin, deyək ki, bu bir, bu da ikincidir, düzdür? Bundan növbəti beytlərin birinci misrası həm qafiyə ola bilməz. Çünki qəzəlin qafiyə quruluşu birincisi A, sonra B, A, C, A bu formadadır. Yəni, hər hansı bir beytin sonuncu ikinci misrası ilə başqa bir beytin birinci misrası həm qafiyə ola bilməz. Cavab D variantı. Daha sonra 6-cı sualda İskəndərnamə ilə Sığmazam müqayisə olunubdur. Baxaq, birinci fikir, ikinci və üçüncü fikir hansılar nə istəyir? Hə, uyğun fikirləri istəyir.
Deməli, bir, məsnəvi formasında qafiyələnibdir İskəndərnamə, bəli, doğrudur, amma sığmazam yox. Ana dilində qələmə alınmışdır, ortaq veribdir, İskəndərnamə ana dilində deyil, səhvdir. 3, şairin hürufi görüşləri əksini tapıbdır, sığmazamda, bəli, bu da doğrudur. 1-3 D variantı. Nəsiminin yaradıcılığı ilə bağlı yanlış fikri müəyyən eləyək. Deyir, dini mövzuda yazdığı əsərləri var, bəli, var. Epik növdə nəsrlə əsər yazmayıb, bəli, nəsrlə yazmayıb, epik növdə yazmayıb. Yanaram və Etməgil qəzəlləri mövzuda ortaqdır, bəli, məhəbbət mövzusundadır. Təbiətə həsr edilmiş şeirlər sayca az olsa da, onlar ideya, bədii keyfiyyətinə görə ədəbiyyatımızdan ən yaxşılardan hesab olunur. Bəli, təbiətlə bağlı yazdığı əsərlər azdır, amma ki, sazdır, belə deyək. Sufi ideyaların təbliğinə həsr edildiyi şeirlər cəmiyyətcə hürufiliyə aid şeirlərdən çoxdur, səhvdir bu. Hürufiliyə aid şeirləri daha çoxdur. Düzdür, sufiliklə bağlı şeirlər də var, amma ki, hürufili bağlı şeirlər təbii ki, daha çoxdur. Cavab B variantı. 8-ci sualda sığmazam qəzəli ilə bağlı cədvəldəki uyğunsuzluğu müəyyən edin. Yəni doğrunun altından yanlış, yanlışın altından da doğrunu seçirik. Deməli, bir, insanın Allahla eləcə də maddi və mənəvi aləmlə eyni olması fikri əksini tapmışdır. Demək olar. Lirik qəhrəmanın monoloqa təsiri bağışlayan qəzəlin satirik ruhu daha çox gözə çarpır. Satirik ruh nə gəzir axı bu qəzəldə? Səhvdir. Buradan da doğruları axtarırıq. Lirik qəhrəman qətiyyətlidir və tutduğu yolda mübariz olduğu görünür. Doğrudur. Yanlışın altındadır. Lirik qəhrəman bildirir ki, Allaha aid nə varsa özündə təcəlli edir və lirik qəhrəmanın düşüncəsinə görə Allaha aid hər şey onda var. Doğrudur bu da. 2, 3, 4 E variantı. 9-cu sual. Nəsibin həyatı haqqında hansı fikir yanlışdır? Baxaq görək. Deməli, A variantı onun doğulduğu il və yer barədə fərqli fikirlər, həyatı haqqında isə gerçəklikdən çox rəvayət və əfsanələr əks etdirən məlumatlar mövcuddur. Bəli, doğrudur. Düzdür, konkret olaraq 1387 yox, 1369-cu il doğum tarixi olaraq göstərilir, amma yenə də bu ortaq olaraq qəbul edilmiş bir fikirdir. Amma yenə də onun doğulduğu il və yer haqqında fərqli fikirlər, mövqelər var. Amma ki, daha çox rəvayətlərdən mövcuddur. Doğrudur bu. Biz yanlış axtarırıq. Hələb şəhərində həbs edilən sənətkar 1417-ci ildə ağır işgəncələrlə edam edilib, düzdür. Ölkədən ölkəyə keçməyə məcbur olan Nəsimi əqidəsindən üz döndərmir, alovlu şeirləri ilə çoxlu tərəfdar tapır, bu da doğrudur. Nəsimi Nizami ilə görüşdükdən sonra sufizmə meylənir, təbii ki, bu yanlışdır. Təbii ki, bu yanlışdır, çünki Nəsimi ilə Nizami ölüb 1209-da, Nəsimi yaşayıbdı. Üzr istəyirəm, mən səhv oxudum. Mən səhv oxudum, Nəimi. Mən səhv oxudum. Deməli, Nəsimi Nəimi ilə görüşdükdən sonra sufizmə meylənir. Yenə də səhvdir. Yenə də səhvdir. Çünki Nəsimi Nəimi ilə görüşdükdən sonra sufizmə yox, hürufiliyə, hürufi. Buna meylənir. Çünki ona qədər sufiliklə yazırdı. Cavab D variantı. 10-cu sualda tüm bizə məlum olubdur məni ümmül kitab, Arifəm, Səmimə sığmaz, Zahidin əfsanəsi nümunənin təhlilinə aid deyil, yəni neynirik səhv fikri axtarırıq. Buradakı Ümmül Kitab, kitabın anası, Quranın Fatihə surəsi anlamındadır. Bəli, elədir ki, var. Bu doğrudur. Həqiqətən də Ümmül Kitab Fatihə surəsi nəzərdə tutur. Mərhaba insanı kamil, canımın cananəsi qəzəlin orta beytlərindəndir. Bəli, doğrudur. Həmin beyt qəzəldəndir. Zahidin dedikləri hürufilər üçün mənasız sözlər hesab olunur. Tüm bizə məlum olubdur məni ümmül kitab, Arifəm, Səmimə sığmaz, Zahidin əfsanəsi. Bəli, Zahidin yəni ki, mənə hər şey məlum olduğu üçün Fatihə surəsi mənə məlumdur və mən Arifəm. Ona görə də Zahidin sözləri mənim üçün boşdur, mənasızdır. Əfsanədir, uydurmadır, doğrudur. Daha sonra D variantında deyir ki, dünyəvi şeirlərinə daxildir. Təbii ki, xeyr, bu ilahi və ya təriqət şeirlərinə aid bir nümunədir. Qəzəldə bədiliyi təmin edən mühüm vasitələr hansılardır? Bol işlənmiş təkrir, alliterasiya və təzad, bu da ola bilər. Daha sonra əruz vəznində yazılması, əruz vəznində yazılmaq heç bir halda təsirliliyi artırmır, səhvdir bu. Rədifdən istifadə olunması, rədif də əsərin təsir gücünü artıran detal kimi qəbul edilən bir şey deyil. Rədif formaya aiddir, onun təsir gücünü artırmır. Bunu da silsək, sözlərin məharətlə seçilməsi və bir-birini əlaqələndirməsi, bu da bəli, uyğun kimi götürülə bilər. Demək, buradan 1-2-ni götürdük. Bol-bol işlənmiş təkrirlər və alliterasiya, həmçinin təzad doğrudur. 1, 2, 5, yəni C variantı. 12-ci sualda lirik qəhrəmanla bağlı sual işarəsinin yerinə hansı variant yazılmalıdır? Sığmazam qəzəli ilə bağlı verilmiş fikirdir. Mövqeyini müdafiə edir, bəli edir. Uludur, bəli. Başlanğıcı zat ilə başlanır, bağlıdır, bəli. Şərhə sığmır, bəli. Yəni onunla bağlı biz fikirləri, uyğun olan fikri axtarırıq. Deməli, qorxur, xeyr, qorxan deyil, mübarizdir.
Daha sonra özünü bütün üstün insanlardan yüksək sayır. Özünü bütün insanlardan yüksək sayır. Demək olarmı? Xeyr, demək olmaz. Niyə? Çünki özünü Allahla bərabər tutur və kamil insanların hamısına aid eləyir bu xüsusiyyəti. Yəni kamil insanların hər biri bu xüsusiyyətə sahibdir. Fikrini səsləndirir əslində əsərdə müəllif. Ona görə bu səhvdir. Daha sonra o mövqeyini çəkinmədən müdafiə edir. 100% cavab budur. Qapalı ağızda sığır, xeyr, sığmır. Zahidin sözlərinə görə soyulur. Bu da ağırmazla bağlıdır. 13-cü sualda verilən misralardan yalnız birinə aid olan fikri seçin. 2 dənə misra verilibdir. Soy ney murdar sallaqlar Nəsiminin təni ağırmazdadır. Sonuncu beytdədir. Gerçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm. Bəli, burada da hər ikisinin Nəsimi öz adını çəkir. Yuxarıda ey murdar sallaqlar deyə bir xitab var, amma ikincisində heç bir xitabdan istifadə olunmuyubdur. Baxaq, şairin özünə müraciəti əksini tapıbdır. Şairin özünə müraciəti bizə deyir ki, yalnız birinə aid. Şairin özünə müraciəti heç birinə müraciət yoxdur. Özünə, yəni müraciət yoxdur. Hər ikisinin Nəsimi sadəcə öz adını çəkir. Bədii xitab var, cavab budur. Çünki burada ey murdar sallaqlar bədii xitabdır, amma digər nümunədə bədii xitab yoxdur. Cavab B variantı. 14-cü sualda Sığmazam qəzəlinin məzmunu ilə bağlı doğru fikri axtarırıq. Deməli, təriqət mövzuludur. Bəli, təriqət mövzuludur. Şeir heca vəznində yazılmamışdır. Sığmazam qəzəlinin məzmunu deyir. Bu deyil, təbii ki, bu məzmun deyil, bu formadır. Lirik qəhrəman özünü şərh etməyə çalışanlara susmaq barədə xəbərdarlıq edir. Əbsəm ol deyir, yəni lal ol, bəli, doğrudur. Lirik qəhrəman bildirir ki, hər kəs güman və zənn ilə haqqı bilib tanıyıb. Xeyr, deyir, heç kim tanımayıb gümanla. Şair özünü görünənin gözü adlandırır. Eyni əyan mənəm, mən uş deyir. Bəli, 1-3-5 D variantı. 15-ci sual. Hansı misrada şair özünü gizli xəzinə adlandırır? Gənc nihan mənəm, mən uş. Cavab D variantı. 16-cı sual. Lirik qəhrəmanın fikirlərindən çıxan nəticə yanlışdır. Yəni verilənlərdən hansı yanlışdır? Deməli, qapalı ağza sığmır, bəli. Bəyana sığmır, bəli deyir, bəyana sığmıram. Varlığa və məkana sığmıram, doğrudur. Dənizə və çölə sığmır, bəhrə və kanə sığmazam. Dənizə sığmadığın deyir, amma çölə yox, mədənə sığmıram deyir, bəhrə və kanə. Bəhr dənizdir, kanda mədəndir, çöl demək deyil. Çox güman ki, bunu səhv götürərlər, çünki orada çöl adı çəkilmir. Əlaməti və şana sığmır, bəli, düzdür. Gerçi bugün Nəsimiyəm, Haşimiyəm, Qureyşimiyəm. Deyir, bundan uludur ayətim, ayət şanə sığmasam. Cavab D variantı. Sığmazam şeiri ilə bağlı fikirlərdən biri, fikirlərdən doğru olanın qarşısında xana qara. Və bunu doğru yazaq, bu da doğrudur. Yanlış olanın qarşısındakı xana isə ağ rəngdədir. Hansı məqamda yanlışlığa yol verilmişdir? Aha. Deməli, insanın ölməzliyi, ucalığı fikri şeirdə əksini tapmışdır. İnsanın ölməzliyi, ucalığı fikri. Demək olar, yəni insan Allaha bərabər tutulur və bu xüsusiyyət də insanda var. Deyək, bunu doğru götürək. İnsan Allahla bütün maddi və mənəvi aləmlə birdir. Fikri şeirdə əksini tapmışdır. Bəli, tapıbdır, bu doğrudur, amma qabağına yanlış yazıbdır. Sonra məkansız gövhər olması lirik qəhrəmanın varlığı və məkana sığmamağının səbəblərindən biridir. Bəli, deyir ki, gövhər bila məkan mənəm, ona görə də məkana və zamana sığmıram. Doğrudur, qabağına yanlış yazıbdır. 4-də zat varlığın sahibi demək deyil, yanlışdır. Zat varlığın sahibi deməkdir. Yəni Allah deməkdir orada, amma qabağına doğru yazıbdır. 4-ü də götürürük. 2, 3, 4 cavab olur B variantı. 18-ci sualda verilən beytlə bağlı yanlış fikir hansıdır? Gerçi bugün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm. Bundan uludur ayətim, ayət-ü şanə sığmazam. Deməli, şeirin son beyti olduğunu ilk misraya əsasən müəyyən etmək olar. Bəli, burada öz adını çəkib deyə müəyyən edə bilərik. Bəli, təzad var. Bəli, deyir ki, mən Nəsimiyəm, amma ki, buna sığmıram. Bəli, təzaddır bu. Deyir ki, qəhrəman əlamətə sığmadığını bildirir və deyir ki, qeyd olunan əlamətə, yəni mən Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm, bu mənim əgər bir əlamətimdirsə, yəni mən buna sığmıram. Mənim əlamətim bundan daha uludur. Bəli, doğrudur. Daha sonra D variantı, şair öz oymağını gizli saxlamağa üstünlük verir. Xeyr, bax, açıq-aşkar deyir. Səhvdir, cavab D variantı. 19-cu sual deyir ki, verilən fikirlərdən heç birinin aid olmadığı əsər hansıdır? Və görürsən 1 2 3 4 dənə fikir var. 4 dənə fikri uyğunlaşdırırıq. Hansına aid?
İndi deyir ki, zahiri gözəlliyin təsvirinə həsr olundu. Düşdü yenə zahiri gözəllikdir. Əcəba bu hur, bu da zahiri gözəllikdir. Məhəbbəti tərənnüm edən əsər deyil, ağrımaz, sığmazam. Rəcəz bəhrində yazılıb sığmazam. Müəllifin şeiri edam öncəsi yazdığı ehtimal edilir. Ağrımaz, yerdə qaldı neylərəm, neylərəm. Məhəbbət mövzusundadır, amma zahiri gözəlliyi təsvir eləmir. Məhəbbət mövzusunda deyir ki, sevgilidən ayrı necə qala bilərəm? Deyir ki, dilbəra mən səndən ayrı ömrü canı neylərəm? Tac taxtı, malı mülkü xanimanı neylərəm? Bu formada, yəni sevgilidən ayrı qala bilməyəcəyini vurğulayır. Yəni xaric gözəlliyə, zahiri gözəlliyi təsvir eləmir orada. Cavab A variantı. 20-ci sualda deyir ki, beytdə üzərində rəqəm yazılmış sözlərə əsasən uyğunlaşdırın. Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm. Və uyğunlaşdırırıq. Çar 4 ünsürdür. 1-ə Bakı, pənc 5 duyğudur. 2-yə A, 6 də yəni 3, bu da 6 tərəf deməkdir. C, 1-ə B, 2-ə A, 3-ə də C, yəni D variantı. 21-ci sualda deyir ki, verilən xüsusiyyətlərə əsasən sənətkarı müəyyən edin. 100% cavab Nəsimi çıxacaq da, yenə də bir yalnız ilk növdə yazmışdır. Epik əsəri yoxdur. Bədii irsi türk, fars, ərəb dilində yazdığı əsərlərdən ibarətdir. İctimai fəlsəfə şeirlərin banilərindəndir. Əsərlərində ümumbəşəri humanist ideyalar təbliğ etmişdir. Təbii ki, burada Nəsimindən söhbət gedir. 22-ci sualda doğrular yanlışlar. Bu plus, bu minus. Doğrular yanlışlar və bizdən nə istəyir? Uyğunsuzluğu istəyir. Yəni Nəsimi yaradıcılığı ilə bağlı fikirlərdən biri yanlışdır. Yəni uyğunsuzdur demək istəyir. Çox güman ki, baxaq görək elə. Əruz vəznində əruzda yazsa da, davamı bu tərəfdədir. Əruzda yazsa da heca vəznində yazmamışdır. Bəli, əruzda yazıbdı, heca vəznində yazmayıbdı. Bu doğrudur. Daha sonra ikinci fikirdə deyir ki, lirik növdə yazsa da epik növdə yazmamışdır. Düzdür. Qəzəl yazsa da qoşma yazmayıb. Düzdür. Nəzmlə yazıb, nəsrlə yazmayıb. Düzdür. Türkçə yazsa da farsça yazmayıb. Səhvdir. Farsça da yazıbdı. E variantı. 23-cü sualda Nəsiminin hansı şeirlərində məşuqun zahiri gözəlliyinin təsvirinə yer verilmişdir? Bunu artıq bayaq testlərin birində dedik. Demək, mərhaba insani kamil canımın cananəsi bu ümmül kitab dediyi həmin qəzəldir ki, orada Fatihə surəsində, yəni təriqət mövzusunda yazılmış bir əsərdə, ona görə avtomatik biri silirik. Daha sonra 2 əcəba bu huri üzlü Məhdi Badir ya Pərimi. Bəli, budur biri. Daha sonra daim ənəl-həq söylərəm, həqdən mənsur olmuşam, ənəl-həq haqq mənəm deməkdir. Bu da təriqət mövzusundadır. Düşdü yenə dəli könül gözlərinin xəyalinə, bu da zahiri gözəlliyin təsvirinə yer verilmişdir. B variantı. Sığmazam qəzəlinə əsasən doğru fikri seçin. Hürufilik düşüncəsi əsasında eşqə yanaşma ifadə olunub. Xeyr, eşqdən söhbət belə getmir. Lirik qəhrəmanın fikrincə onun bütün əlamətləri gizli xəzinə görünənin gözü olmasıdır. Xeyr, bütünü bu deyil. Yəni bunun başqa xüsusiyyətləri də var. Səhvdir. Lirik qəhrəman insanın yalnız özü tərəfindən izah edilə biləcəyi qənaətindədir. Xeyr, insan izah edilə bilməz deyir. Lirik qəhrəman fikirləri Lirik qəhrəmanın fikirləri özü ilə məhdudlaşmır, bəli, bütün kamil insanlara şamil edilir bu fikirlər. Cavab D variantı. Sığmazam qəzəlinin əsas ideyası hürufilik də burada saf məhəbbət deyil, igidlik deyil, ədalətli hökmdar deyil, insanın böyüklüyü və əzəməti. Cavab D variantı. Sığmazam qəzəli haqqında yanlış fikri müəyyən edin. Şeir beytlər şəklindədir, düzdür. Hürufilik görüşlərin təbliğinə həsr olunub, düzdür. Lirik qəhrəmanın monoloqudur. Hardasa demək olar, bu da düzdür. Əruz vəzni rəcəz bəhrindədir. Düzdür, şairin dünyəvi mövzuya aid şeirlərindəndir. Xeyr, təriqət mövzusundadır. Verilən beytləri rəqəmlərlə ifadə etsək, rəqəmlərdən hansını bu fikrə aid etmək olar? Aha. Deməli, varlıq və yer əlamətimdir, kövn məkandır ayətim. Başlanğıcın varlığı zati deyirur bidayətim. Birincisi ay sən mən. Bu birincisi də bu aiddir təkcə. Bircə dəqiqə. 1. Cavab B variantı. 28-ci sual deyir, beytin təhlilinə aiddir. Ərşlə, fərş, kafi, nun, məndə bulundu cümlə. Çünki kəs sözünü və əbsəm ol, şərh bəyana, sığmazam deyir, yer və göy məndə bulundu. Kaf və nun məndədir. Deyir ki, kəs sözünü və mən çünki şərhə bəyana sığmıram. Deməli, yerə göyə sığmayan lirik qəhrəman varlıq yeri əlaməti kimi mənalandırır. Deyir ki, ərşlə, fərş, kafi, nun, deyir, bunlar məndədir, mənim əlamətimdir demir, ha. Bunlar hamısı məndədir, mənim əlamətim deyil. Əlamət kimi mənalandırır, xeyr, bunlar əlamət olaraq göstərilmir. İzaha sığmadığını ifadə edərək sakitlik tələb edir, bəli, ikinci misraya aiddir bu.
Lirik qəhrəmanın fikri tərəddüdlüdür. Xeyr, burada tərəddüd etmir. Lirik qəhrəman özündə tapılan hər şeyə ol kəlməsini daxil edir. Bəli, kaf, nun, ol deməkdir. Doğrudur. 2, 4, B variantı. Verilən nümunə haqqında səhv fikri müəyyən edin. Çün bizə məlum olubdur məni ümmül kitab, arifəm səhvimə sığmaz, Zahidin əfsanəsi. Deməli, baxaq A variantına. Deyir ki, şeir Mərhaba insanı kamil canımın cananəsi misrası ilə başlayır. Doğrudur. Bu qəzəldəndir. Çünki qəzəl janrında əruz vəznindədir, düzdür. Hürufliyə həsr olunmuş təriqət şeirlərindəndir. Bu da düzdür. Beytdəki ümmül kitab Fatihədir, bəli. Bu testi biraz əvvəl biz məncə işlədik, eləmi? Ariflər Zahidin dediklərinə əsasən ilahi sirri dərk edirlər, xeyr, dərk etmirlər. Deyir ki, mən arifəm, onların dediyi sözlər boşdur. Verilmiş izah sığmazam qəzəlin hansı beytinə uyğun gəlir? Güman və zənn ilə həqiqətin yolunun tapılmayacağını bildirir. Kimsə gümanı zənn ilə olmadı haqq ilə bilir. Cavab D variantı 31-ci sual ilk mövzu baxımından Nəsiminin dünyəvi şeirlərinə aid deyil. Hansılar bunlardan dünyəvi şeirlərə daxil edilməz? Təbii ki, burada gözə çarpır hökmdarın tərifi. Nəsimində hökmdarın tərifinə aid hər hansı bir nüans yoxdur. Cavab C variantı. 32-ci sualda Nəsiminin yaradıcılığı ilə bağlı səhv fikri müəyyən eləyək. Dini təbiət mövzusunda yazdığı əsərlər də var. Bəli var, dini də var, təbiət də var. İlk təriqət şeirlik hürufliyə aid olmuşdur. Səhvdir. İlk təriqət şeirləri sufiliklə bağlıdır. Cavab B variantı. 33-cü sualda Nəsimi yaradıcılığında lirik şeirlə başlayıb, təbii ki, bu doğru fikirdir və mən də doğru fikirləri seçməliyəm. Birinci fikir, deyir ki, müxtəlif ədəbi növlərdə, janrlarda yazıb, yalnız lirik növdə yazıbdır. Dini, dünyavi mövzuda əsərlər yazıb, bəli, doğrudur. Yaradıcılığında ki, yar, dilbər kimi sözlərə fərqli yanaşmaq mümkündür. Yar, dilbər həm sevgili, həm də Allah mənası daşıyır, doğrudur. Təriqət şeirlərində dünyanın dərk edilməsi ilə bağlı məsələlər əks edilibdir. Təriqət şeirində dünyanın dərk edilməsi ilə bağlı, təriqət şeirində təriqət mövzuları öz əksini tapıbdır. Dünyanın dərk edilməsi ilə bağlı fikirlər dünyəvi şeirlərində öz əksini tapıbdır. D variantı. Təriqət şeirləri insanın Allahı dərk etməsi ilə bağlıdır. Dünyanın yox, Allahın dərk edilməsi ilə bağlıdır. 34. Sığmazam qəzəlinin məzmununa əsasən doğru fikirləri müəyyən edin. Edək. Deməli, əruz vəzni Rəcəz bəhrində yazılıb. Bu məzmun deyil. Qətiyyən fikir verirsə, bu fikir doğru olsa belə mən bunu götürmürəm. Niyə? Çünki bu məzmunla yox, forma ilə bağlı fikirdir. 2. Lirik qəhrəman cisminin soyulmasına narazılıq etmir. Bu ağrımazdadır. Varlıq və yeri əlaməti kimi mənalandıran lirik qəhrəman özünü görünənin gözü eyni əyan, yəni bəli, doğrudur, adlandırır. Əsərdə insan gizli xəzinə kimi mənalandırılır ki, gənc nihan mənəm, doğrudur. Lirik qəhrəman haqqın bilinməyini zənnə və gümana bağlamır. Bəli, haqqı bilmək üçün zənn və güman kifayət deyil, doğrudur. 3, 4, 5. C variantı. Sığmazam qəzəlindən verilən beytə əsasən uyğunsuzluğu müəyyən edin. Yəni burada yanlış, burada isə doğru axtarırıq. Kövr məkandır ayətim, zati deyir bidayətim. Sən bu nişanla bilməni bil ki, nişanə sığmazam. Deməli, doğrunun altından yanlışı, yanlışın altından doğru fikirləri axtarırıq. Birincisi, lirik qəhrəman öz əlamətini açıq-aşkar ifadə edib. Bəli, deyir ki, kövr məkandır ayətim. Doğru. Öz nişanəsini ifadə edən lirik qəhrəman başlanğıcının sonsuz olduğunu ifadə edir, səhvdir. Sonsuz olduğunu deyil. Sonsuz, deyir ki, bağlayır, deyir, zat ilə bağlıdır. Səhvdir bu. Sonra sağdan doğruları seçirik. Qafiyə quruluşuna əsasən qəzəlin ilk beyti olduğunu müəyyən etmək olar. Səhvdir axı bu. İlk beyti, qafiyə quruluşuna əsasən ilk beyti olmadığını müəyyən etmək olar. Bu səhvdir, səhvin altındadır. İkinci misrada inversiyadan istifadə olunmuşdur. Sən bu nişanla bilməni, bil ki, nişana sığmazam. İkinci, sən bu nişanla məni bil olmalıdır. Bunların yeri dəyişməlidir. Düzdürmü? Düzdür. Yəni inversiya var, doğrudur, yanlışın altındadır. Götürürəm 2, 4, C variantı. 36-cı sualda nə istəyir? Verilən hər 3 beytin Nəsiminin eyni qəzəlindən olduğunu nəzərə alaraq doğru fikirləri seçin. Qönçədən gül baş çıxardı, saldı üzündən niqab, bülbül şeyda, xətib laləzər oldu yenə. Mövsüm Novruz Neysan aşkar oldu yenə, şəhrimiz xeyxi bu gün xoş badəxar oldu yenə. Və bu mətləb beytdir, bu orta beytdir təbii ki. Sən Nəsimi razini, ey dan yeli yara yetir, kimanın halı pərişan, biqərar oldu yenə. Bu da məqtə, yəni son beytdir, çünki öz adını çəkibdir. Deməli, bizə nə istəyir? Doğru fikirləri istəyir. Tapaq. Deməli, deyir ki, qəzəlin mətləb beytidir. Bu 2-yə aiddir. A variantı getdi 2-yə.
Daha sonra B variantı qəzəlin məqtə, yəni son beytidir. B variantı buradadır. Metafor işlənməyib, qəzəlin orta beytidir. Qoy bunu da qoyaq yerinə. Orta beyt hansıdır? Birincisi D variantını qoyduq bura. Deməli 1-ə A, 1-ə D, 2-yə A, 3-ə B. C variantında bu uyğunluq var. 1-ə D, 2-yə A, 3-ə B. Bir də B variantı. Bunlardan biridir cavabımız. Nəysə, digər fikirlərə baxaq. Bədii xitab işlənibdir. Bədii xitab hansında var? Qönçədən gül baş çıxardır. Burada yoxdur. İkinci misrada yoxdur. Sən Nəsimi razini ey dan yeli. Dan yelinə müraciət var. Xitab harda işlənibdir? Burada işlənibdir. B, E. Zaten cavab çıxmış olur istər-istəməz. Cavab olur. Yox, yenə çıxmır. Yenə də digər hansıdır? Fikir, metafor işlənməyib. Deməli, Qönçədən gül baş çıxardı, saldı üzündən niqab. Deyir ki, gül üzündən niqabı saldı. Burada metafor işlənibdir. Sonra mövsum nevz duruz neşan aşkar oldu yenə. Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə. Nəsimi razını ey sən dan yeli. Və burada dan yelinə müraciət edib deyir ki, mənim sözümü yara çatdır. Burada da metafor işlənibdir, amma 2-də metafor işlənməyibdir. Ona görə C variantında bura yazırıq. Deməli 1-ə D, 2-yə B, 2-yə AC, 3-ə də B, E. Cavab B variantı. 37 Sığmazam qəzəli ilə bağlı verilmiş fikirlərdən doğru olanı seçin. Seçək. Yəni şeirdə yaranmış ahəng şeirin əzəmətli çağırış ruhunda səslənməsini təmin etsə də, bu onun ideya məzmununa uyğun deyil, səhvdir. İdeya məzmununa uyğundur. Çünki şeirin özünün ideyasını belə təmtəraqlı, dəbdəbəli bir üslubdur. Ona görə A variantı səhvdir. B variantı şeirdə hürufiliyin əsas müddəası olan insanın dünya ilə maddi və mənəvi aləmlə eyni olması fikri öz əksini tapıbdır. İnsanın Allahla eyni olması fikridir bu. Hürufiliyin ideyası. Səhvdir. Lirik qəhrəman fikirlərində qətiyyətlidir, düzdür. Buna görə də fikirlərini müqayisə və ehtimal şəklində canlandırır. Ehtimal deyildi, hökm idi. Əsərdə yaradıcı qüvvəni izah etməyə çalışanlara susmaq, lal olmaq barədə xəbərdarlıq edir. Yaradıcı qüvvə Allahdır. Allahı yox, insana şərh etməyə görə sus deyir. Bütün var olanlar lirik qəhrəmanın əlamətidir və o da bu nişanla tanınır, lakin ona sığmır. Bəli, doğrudur. E variantı. 38-ci sualda müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Ağrımazla Sığmazam qəzəlinin müqayisəsi. Lirik növdə yazılıb, lirik qəhrəman müəllifin özüdür. Bu ortaqdır. Əsərin son beytində müraciətdən istifadə edilib, bu ağrımazdadır. Sığmazamda son beytdə xitab yoxdur. İkini doğru kimi götürürük. Keçirik sağ tərəfə. Düşdüyü vəziyyətin səbəbi lirik qəhrəman tərəfindən aydınlaşdırılır. Sığmazam qəzəlində deyil bu. Bu ağrımaz qəzəli üçün düşünülə bilər. Düşdüyü vəziyyətdən söhbət gedirsə. Daha sonra dördüncü fikir, lirik qəhrəman qətiyyətlidir, düzdür, fikirlərindən doğru olduğuna əmindir, doğrudur. Amma bu ortaqdır. Götürmürəm. 5. Müəllifin dünya görüşü üçün səciyyəvi əsərlərdəndir. Bəli, doğrudur. Hər ikisinə aiddir. Əruz vəznində yazılmış bu əsər ikilik şəklindedir. Bu da hər ikisinə aid doğrudur. 2, 5, 6, yəni B variantı. Daha sonra 39-cu sual. Sığmazam qəzəli ilə bağlı hansı fikirlər yanlışdır? Səhvləri seçirik, seçək. Üzr istəyirəm. Deməli, baxaq, birinci, deyir, əsərdə haqqın bilinmə meyarı verilir. Deyir, haqqı bilən bilir ki, mən zənni, gümana sığmazam. Amma ki, onu necə bilmək olar, o göstərilmir. Deyir ki, mən zənnlə, gümandan bilmək olmaz. Okey. Bilinməmə xüsusiyyəti, amma yəni, zənnlə, gümandan deyir ki, haqqı bilən bilir ki, mən zənnlə, gümana sığmazam. Zənnlə, gümandan bilinmir də, yəni. Deyir ki, bunu doğru götürək. Silək. Bizdə nə istəyir? Yanlış. Lirik qəhrəmana görə varlıq və yer onun əlamətidir. Başlanğıcı varlığın sahibi olan zata bağlıdır. Lirik qəhrəmana görə varlıq və yer onun əlamətidir. Doğrudur. Zata da bağlıdır. Əsərdə dünyanın vəfasının olmadığı ifadə olunur. Onun himayəsinə alınmamaq, hiləsini aldanmamaq tövsiyə olunur. Xeyr, bu burada deyil. Bu burada deyil. Bu başqa bir qəzəldədir. Aldanma, onun alına deyir. Bu qəzəldə deyil, təbii ki, bu səhvdir. Lirik qəhrəmanın monoloqa təsiri bağışlayan əsərdə lirik qəhrəmanın məkansız gövhər olduğu vurğulanır. Bəli, doğrudur. Əsərdə natamam qafiyədən istifadə olunsa da daxili qafiyə istifadə olunmayıb, səhvdir. Əsərdə daxili qafiyə var. 3, 5, A variantı. 39-40-cı sual Ağrımaz qəzəli ilə bağlı doğru və yanlışları seçək. Deməli, birincisi, lirik qəhrəmanın həm əmin, həm də tərəddüdlü olduğu məqam var. Bəli, əsər ümumən fikrindən əmindir müəllif.
Amma həmçinin də orada deyir ki, şaha mehrindənmidir ya aşinalığındanmıdır? Yəni dəqiq bilmir də mehribanlığından yoxsa dostluğundandır. Cismi sər taqədən min gəz yararlar ağrımaz. Doğrudur. 1. 2. Zahidin fetvasına görə nahaq soyulmağından şikayətlənmir, səhvdir. Keçirik sağ tərəfdən səhvləri axtarırıq. Başdan ayağa soyulsa belə ağrımadığını ifadə edən lirik qəhrəman dözümlüdür. Bəli, doğrudur, yerindədir. Daha doğrusu yerində deyil. Sonra əruz vəzninin rəməl bəhrində yazılan əsərdə müraciətdən istifadə olunsa da təzada yer verilməyibdir, səhvdir. Mən ağrımaram, başqaları ağrıyar. Təzaddır bu. Səhvdir, səhvin altındadır. 1-4 C variantı. 41-ci sual deyir ki, beytə əsasən klasteri tamamlamayan fikirləri müəyyən edin. Eləyək, zat iləyəm, sifat iləyəm, qədr eləyəm, bərat ilə, gül şəkərəm, nəbat ilədir, bəstə dəhanə sığmazam. Şeirdə eyni ölçülü səsləri bir-birini izləyir, yəni ahəng var deməkdir. Bu düzdür, yəni şeircə bu fikir doğrudur. Mən də tamamlamayan dediyi üçün nə axtarıram? Yanlış fikirləri axtarıram. Nə axtaraq? Deməli, 1. Ruhi rəvan bağışladığını, yox, ruhi rəvan bağışlamaq burada deyil. Deyir, ruhi rəvan bağışlaram, ruhi rəvanı sıxmasam, səhvdir. Biri götürürəm. 2. Sifətlərlə birlikdə zat ilə olduğunu qabardan lirik qəhrəman fikrində əmindir, düzdür. Bəyan olunur ki, lirik qəhrəman maddi və mənəvi aləmə sığsa da qapalı ağıza sığa bilməz, səhvdir. Maddi və mənəvi aləmdən bəhs olunmur bu beytdə və həmçinin də beytin əvvəllərində, əsərin əvvəllərində görür ki, sığmadığını deyir. Səhvdir. Daha sonra Rəcəz bəhrində yazılmış beytdə rədifdən, qafiyədən, ahəngdən istifadə edilmişdir. Bəli, doğrudur bu. 1-3 A variantı. 42-ci sual. Deyir ki, biri Nəsiminin Sığmazam rədifli qəzəlinin bədii forma xüsusiyyətlərindən deyil. Sığmazamın bədii forma xüsusiyyətlərindən biri deyil. Tamam, baxaq. A variantı. Deyir ki, şeirdəki fikirlər müəllif tərəfindən hökmlə deyildiyinə görə Rəcəz bəhrində yazılmışdır. Bəli, Rəcəz bəhri hökmlü, təmtəraqlı bəhirdir. Bu doğrudur. Hürufi görüşlərin hər beytdə təcəssüməsinə əsasən demək olar ki, qəzəl şairin təriqət şeirlərindəndir. Bu fikir doğru deyə, amma bu məzmunla bağlıdır. Yəni forma xüsusiyyətlərindən deyil bu, məzmun xüsusiyyətlərindəndir. Cavab B variantı. 43-cü sualda sığmazamla ağrımazı müqayisə eləyir və bizə deyir ki, heç bir yerinə yazıla bilməz. Yəni heç birinə aid deyil. Yəni sığmazama da aid deyil, ağrımaz. Yəni səhv fikirləri istəyir. Deməli, məzmunu ilə yazıldığı bəhr arasında qüvvətli bağlılıq var, sığmazama aiddir bu. Birinci beytdə yoxsul qafiyədən işlənibdir. Bu ağrımazda olmalıdır. Ağrımazda birinci beytdə canə sən candan nə kim gəlsə cigərlər ağrımaz, həq bilir bir zəllə neşlərdən damarlar ağrımaz. Burada yoxsul qafiyə var. Daha sonra 3 şairin ictimai motivli şeirlərindəndir. Heç biri, hər ikisi təriqətdir. Səhvdir. Lirik qəhrəman mövqeyini çəkinmədən, qorxmadan ifadə edir hər ikisində. Əsər lirik qəhrəmanın monoloqu təsiri bağışlayır, bu sığmazama aiddir. Müəllif beytlərin əksərində şəkər bitkisi ilə gül mürəbbəsi olduğunu iddia edir. Bu əksərində özlədir. Bircə beytdə var, o da sığmazamın bir beytində. Yəni əksər beytlərində yox. Ona görə bu da səhv. Tamamilə 3-6 variantı. 44-cü sualda ağrımaz qəzəllə bağlı doğru fikri müəyyən eləyək. Bir şair cəsarətli fikirlər söylədiyi üçün, mətanət sərgilədiyi üçün əsər hansı hərbə zorba gəlmək əsər mənası hərbə zorba gəlmək, meydan oxumaq olan Rəməl bəhrində yazılmışdır. Rəməl bəhrinin mənasını bir araşdıraq hələ. Görə elə hərbə zorba gəlmək deməkdirmi? Xeyr, təbii ki, səhvdir. Qəzəlin yazılması ilə bağlı müəyyən bir hadisə mövcuddur. Qəzəlin yazılması ilə bağlı müəyyən bir hadisə mövcuddur. Bu doğrudur. Çünki deyilənə görə Nəsiminin edam olunması zamanı xəlifə əmr verir ki, kimin barmağına falan düşsə, yəni həmin rəvayət buna aiddir, bu doğrudur. Qəzəldə şair tutduğu yolda vədinə xilaf çıxanların onun kürəyindən vurduğunu dəfələrlə bildirmiş, təbii ki, səhvdir. Sığmazam rədifli qəzəlində yetəri qədər hürufi görüşlərinə yer verdiyinə görə bu qəzəldə daha çox təriqət ideyaları irəli sürür. Bu da səhvdir, təbii ki, burada da yəni hürufi və təriqət eyni mövzular sayılır. Eşq uğruna, həqiqət naminə eşqdən söhbət getmir. Burada səhvdir. Cavab B variantı. 45-ci sual deyir ki, müqayisə cədvəlinə əsasən doğru fikirlərdir. Zərrə mənəm, günəş mənəm, çar ilə 56 mənəm, surəti gör bəyan ilə, çünki bəyana sığmazam. Şəms mənəm, qəmər mənəm, şəhd ilə həmşəkər mənəm, ruhi rəvan bağışlaram, ruhi rəvana sığmazam. Bu iki dənə sığmazam qəzəlindən verilən bu iki beyti müqayisə eləyək. Deməli, deyir ki, əqidəsinə böyük inam bəsləyən müəllif özünü təbiətin 4 ünsürü adlandırır. Çar ilə 56 mənəm, bəli, doğrudur. Bir götürürük. 2. Özünü günəşə bənzədən lirik qəhrəman, bu bəyə aiddir.
Səhvdir ona görə. Axıcı ruh bağışlasa da ruhun yerləşdiyi bədənə sığmadığını, bədənə deyir, demir. Deyir ki, ruha sığmaram. Səhvdir. Söylədiklərini hökm şəklində dilə gətirən lirik qəhrəman özünü bal ilə şəkər adlandırır. Şəhd, şəkər. Bəli, doğrudur. Sonra 5-6. İnsanın ucalığını vurğulayan müəllif insanın haqqında irəli sürülən müddəalara sığmadığını iddia edir. Bəli, doğrudur. Ortaqdır özdə. Allahın əlamətlərini özündə təcəlli etdiyi deyən lirik qəhrəman oxucu ilə sanki dialoq qurur. Axı bu monoloq təsiri bağışlayır, düzdürmü? Yəni dialoq demək yanlışdır. 1, 4, 5 hansı variant? E variantı. 46-cı sualda cümləni tamamlaya bilməyən fikirdir. Yəni səhvi axtarır. Nəsiminin Sığmazam qəzəlini lirik qəhrəmanı, yəni müəllifin özü fəxriyyə xarakterli fikirlər söyləyərək mənəvi kamilliyindən bəhs edir. Mən sığmazam, məkana sığmazam, mən gövhəri laməkanam. Hardasa demək olar, qismən də olsa demək olar bunu. Özünü kainatdakı bütün canlılardan şərəfli, qiymətli sayır. Yəni insanı kainatdakı bütün canlılardan şərəfli və qiymətli sayır. Bəli, doğrudur. Aləmin bütün sirlərinin və sirlərinin izahının insanda təcəlli etdiyini müxtəlif yollarla dilə gətirir. Aləmin bütün sirlərinin insanda təcəlli etdiyini fikri irəli sürülmür burada. Deyir ki, gizli xəzinə mənəm. Bir dənə onu deyir, gənc Nihan mənəm. Amma yəni bütün sirlər məndədir demir. Bu səhvdir. Bizdən səhvi istəyir, düzdürmü? Bunu götürə bilərik. Yenə o bir variantlara baxaq. Rəmiz sözlərdən istifadə etməklə şəhd mənəm, şəkər mənəm rəmiz sözlərdir. İnsanın həmçinin orada 4, 5, 6 var ünsürlər. Allah səviyyəsində bir varlıq olduğunu, gövhər-i laməkan mənəm, nə bilim, görünənin gözü mənəm səviyyəsində olduğunu söyləyir, düzdür? Hər beytdə Allahın bir müqəddəs əlamətini göstərərək o əlamətlərin insan simasında təzahür etdiyini göstərir. Bəli, elədir ki, var. Nə bilim, ol mənəm, gövhər-i laməkan mənəm, daha sonra çər olunmayan mənəm, 4 ünsür mənəm, hamısı mənəm deyir də, düzdürmü? Bu da düzdür. Səhv